Mayın 24-də Mekanın təşkil etdiyi ənənəvi food festival bu dəfə də ləzzət, musiqi və birlik dolu bir günə çevrildi. Festival çərçivəsində ləziz yeməklər, uşaqlar üçün əyləncəli fəaliyyətlər və canlı musiqi proqramları təqdim olundu. Sözün düzü 2020-ci ilin noyabr ayında 2-ci Qarabağ müharibəsindən sonra havanın soyuq və yağışlı olmasına baxmayaraq biz hansısa bir şəkildə şəhid ailələrinə və qazi ailələrinə dəstək üçün belə bir qısa zaman içərisində belə bir qərara gəldik ki, biz hansısa bir şəkildə dəstək olaq və qida sərgisi, satışı təşkil elədik MEK adından və noyabr və dekabr aylarında 2 dəfə təşkil elədik və topladığımız bütün məbləği Azərbaycana göndərdik. Üstündən bir neçə il keçdi. Biz dedik ki, iştirak da çox gözəl idi. Baxmayaraq ki, güclü yağış yağırdı, hava çox şaxtaydı. Qərar verdik ki, biz niyə də bunu davam elətdirməyək və keçən il oktyabr ayında yenidən bunu təşkil elədik. Və buradan gələn ziyarətçilərdən belə bir təklif gəldi ki, biz bunu bir dəfə deyil, ildə bir neçə dəfə istəyirik. MEK təşkilatı olaraq qərara gəldik ki, hər ildə bir neçə dəfə belə bir tədbir keçirdək, ənənəvi hala gəlsin. Azərbaycan yeməklərini tanıdaq, mədəniyyətimizi tanıdaq, insanlar gəlsin, getsin. Böyük tədbirlər eləmək çətin olur. İldə bir neçə dəfə belə bir tədbir keçiriləndə yaxşı olur. Köhnə dostlar gəlir, bu ətrafda qalan insanlar hamı bir-birinə gəlir, tanış olur. Bu təkcə yemək yarmarkası deyil, eyni zamanda həm də insanların görüşdüyü, insanların tanış olduğu, şəbəkələşdiyi, networking elədiyi tədbirdir. Musiqimiz var, güləş yerimiz var, oyunlar var uşaqlar üçün, fərqli mədəni tədbirlərimiz var. Bunların hamısında gəlib iştirak edə bilərsiniz. Hoş gördük. Sən artıq neçə vaxtdır buradasan? 3-cü aydır ki artıq buradayam. 3 aydan sonra nəhayət görüşdük, hə? Bəli, bəli. Hələ gəlməmişdən qabaq danışırdıq, görüşərik, amma indi qismət oldu. Belə bir gözəl, belə atmosferdə, bütün Azərbaycanlılar burada və səni də görmək əlbəttə ki, çox xoş oldu. Mən də çox şad oldum. Görüşəcəyik sonra birazdan, duş olsun. Nə yeyirsən, nə aldın buradan? Buradan dürüm aldım, dürüm lavaşda. Ləzzətlidir hər şey, hə? Ləzzətlidir, tövsiyə edirəm. Sən burada bu gün izləyici kimisən, yəni qonaq kimi gəlmisən, yoxsa sən də nəyisə təmsil edirsən? Mən bu il ancaq yeməyə gəlmişəm. Kuponlar necə işləyir ümumiyyətlə bu kupon 50 məsələsi? dollar verib 6 dənə kupon almışam, yemək alıb evə də aparacağıq. Nə qəşəng sərf eləyir bu. Yaxşı fikirdə öyrəndim. Bu birinci dəfə deyil deyəsən, ikinci dəfədir. Keçən ildə buradaydıq, bu ildə. Hər il eyni şəkildə dəstək olmağa çalışırıq bu small business ownerları. Özümüz də small business owner olduğumuz üçün başa düşürük ki, çətindir. Dəstəkləmək lazımdır. Necə gedir small businessin? Yaxşıdır, real estate marketi də əladır, çox şükür. Gözəl. Reytlər olduğu kimi qalır, amma evlərin qiyməti artır. Ev alanlar da az deyil, rəqabət də var, çox şükür. Salam aleyküm. Siz nə hazırlayırsınız? Ay, nə qəşəng. Nə var burada? Nə satırsınız? Burada biz şeyler satırıq. Olive oil'lar. Bu en böyüğüdür. Buraya Bu Azərbaycandan gəlib, hə? Bunlar hamısı Azərbaycan məhsuludur. Bu Azərbaycan'dan. Amma bunun ağacı de burada barbekü. Adı deyə bilmirəm. Bunlar Fransa'nın Spaynan şeyidir, ağaçlarıdır. Bizim torpağımızda əkilib, böyüyüblər, şey ediblər. Oradan da götürüblər, ediblər. Qəşəng. Gözəl məhsullardır. Alıcı var, yoxsa yoxdur hələ heç kəs? Belə bir dənəsi olub. Hələ bir dənə su alıblar. 2 litr. 2 dənə su alıblar. Bu da.
Alacaqdarıq. Almağa gəlmisiniz, buyurun. Almağa gəlmişəm. Okey, Cüneyd, mən sənə mane olmayayım onda. Artıq müştərilər gəlir yavaş-yavaş. Uğurlar arzu edirəm sənə. Hələlik. Görə biləcəyiniz zeytun yağlarıyla tanış edeyim sizi. Zeytun yağları görürsünüz Azərbaycan yağlarıdır. Bu xüsusi yağlardır. Simple arbekin, yəni arbekin ağacından toplanan, əllə toplama, soyuq və fresh, yəni 8 saatdan daha qısa bir sürədə sıxılmış yağlardır və aşağı asitlilikdə olan yağlardır. Biz bunu Amerikada 7 ştatda satırıq hal-hazırda. New Jersey, New York, Connecticut, Massachusetts, Pennsylvania, Virginia, North Carolina ştatlarında artıq satırıq. Mən özüm New Jersey'dən bu gün qida festivalında iştirak etmək üçün gəldim.